Bəli. Bəli. Aha, əla, çox sağ olun. Bəli, gördüm. Səsləri bağlı saxlayaq. İndi davam edək dərsimizlə. Deməli, müəllimlər, bizim bugünkü mövzumuz müəllimin, belə deyək, qrupu effektiv idarə etməsi. Yəni, bir müəllim, bir tərbiyəçi nə etməlidir? Hansı qaydalara riayət etməlidir ki, qrupu effektiv şəkildə idarə etməyi bacarsın? Deməli, bizim ümumiyyətlə məktəbəqədər təhsil müəssisəsində təhsil prosesi zamanı belə deyək də, bir sıra deyək ki, qarşılıqlı əlaqə modelləri var ki, onlara riayət etməliyik ki, səsləri bağlayın. Səsləri bağlı saxlayın, xahiş edirəm. Bu qarşılıqlı əlaqə modellərinə belə deyək, riayət etməklə qarşılıqlı əlaqə modellərinin sayəsində bağçada həm müəllimin, belə deyək, valideyni ilə ünsiyyəti düzgün olur, keçərli olur, ümumi olur. Həm uşağın, belə deyək, özünü ifadə etməsi, özgüvəni daha yaxşı olur. Ümumiyyətlə, belə deyək, valideyn müəllim münasibəti çox gözəl idarə olunmuş olur. Bunu, belə deyək, düzgün tənzimləmək istəyiriksə, düzgün idarə etmək istəyiriksə, qarşılıqlı əlaqə modellərinə riayət etməyi bacarmalıyıq. İndi baxaq hansı əlaqə modelləri var. Məsələn, uşaq-uşaq. İki uşağın qarşılıqlı əlaqə modeli, yəni iki uşağın qarşılıqlı ünsiyyəti, qarşılıqlı belə deyək, bir-birini başa düşməsi burada öz əksini tapır. Məsələn, açar sözlərimizlə deyək, nələr bura daxildir? Uşaq razılaşmağı öyrənməlidir. Münaqişəli vəziyyətləri konstruktiv şəkildə idarə etməyi bacarmalıdır. Konstruktiv idarəni həyata keçirməlidir. Qeyri-şifahi, intonasiya, dil ifadəliliyi vasitələri ilə obrazların ötürülməsini inkişaf etdirməliyik. Yəni, bunu belə deyək də, müəllim olaraq həyata keçirməliyik ki, uşaqda bunlar formalaşsın. Bir uşaq həmyaşıdları ilə qarşılıqlı sərbəst ünsiyyət qurmağı bacarmalıdır, ümumi şəkildə dialoqa girməyə bacarmalıdır, qarşılıqlı, belə deyək, dialoqu inkişaf etdirməliyik, birgə yaradıcılıq fəaliyyəti vasitəsilə özünü ifadə etməyə bacarmalıdır uşaq, kollektivdə qarşılıqlı əlaqə yaratmağı öyrənməlidir. Hansı ki, bu bağçada, yəni məktəbəqədər təhsil müəssisəsində iki uşağın qarşılıqlı əlaqə modelidir. Öz əksini bu formada tapır. Valideyn-uşaq münasibətinə diqqət ayıraq, uşağın hüquq və azadlıqlarının tanınması. Yəni, bir valideyn öz övladının həm hüquqlarını tanımalıdır, həm belə deyək, vəzifələrini düzgün bilməlidir, həm də onun azadlığını tanımalıdır, hüquqlarını tanımalıdır, uşağa hörmət eləməlidir. Valideyn öz övladı ilə, uşağı ilə əməkdaşlıq etməlidir, empatiya qurmalıdır. Empatiya nədir? Başqasının yerinə özümüzü qoyaraq, belə deyək, qərar verməyimizdir bizim. Yəni, kiminsə əvəzinə düşünməyimiz, onun baxış bucağından dünyaya baxmağımız. Yəni, bir valideyn övladını həqiqətən də düzgün inkişaf etdirmək istəyirsə, mütləq özünü övladının yerinə qoyaraq, onun əvəzinə, belə deyək, düşünməyi və bəzən bacarmalıdır. Dediyimiz kimi, empatiya, dəstək çox önəmlidir. Vəziyyətin dialoq yolu ilə müzakirəsi olmalıdır. Yəni, uşaqla valideyn arasında hər zaman bir ünsiyyət, bir, belə deyək, dialoq olmalıdır. Valideyn övladının problemlərini dinləməlidir, övladının istəklərini dinləməlidir, onun arzularını dinləməlidir. Bu hissə həm bizə valideyn kimi lazımdır, əziz müəllimlər, həm də bir pedaqoq olaraq bizə lazımdır. Biz, çünki uşaqlarla, ümumiyyətlə, valideynlərin münasibətinin də tənzimlənməsində bəlli bir rol oynayırıq. Məhdudiyyətlərin çevik tətbiqi əsasdır. Yəni, belə deyək, ümumiyyətlə, valideyn övlad münasibətində hər zaman, belə deyək, uşağa bir məhdudiyyətlər qoyulur. Bu məhdudiyyətlər hər zaman çevik şəkildə tətbiq olunmalıdır, düzgün qurulmalıdır, uşağı başa salaraq. Məsələn, deyək ki, uşağa deyirik ki, nəsə olmaz. Deyək, şokolad yemək olmaz. Bunun səbəbini biz uşağa izah eləməliyik. Niyə yemək olmaz? Qadağanı qoyub kənara çəkilmək düzgün deyil. Müəllim-uşaq münasibətinə gələk. Bizə ən, belə deyək, vacib olan yerlərdən biridir ki, tərbiyəçi olaraq, bir müəllim olaraq bizim uşaqlarla münasibətimiz necə olmalıdır? Ümumiyyətlə, uşağın şəxsiyyətinin dəyərini tanımalıyıq biz, uşağın hüquqlarını tanımalıyıq, onun azadlığına hörmət eləməliyik, uşağın ümumi, xüsusi qabiliyyətlərini ümumiyyətlə müəyyənləşdirməliyik və onu inkişaf etdirməliyik. Yəni, burada bizim vəzifəmiz nədir? Diaqnostika aparmaq, diaqnostika aparırıq, uşağı qiymətləndiririk, onun bacarıq dairəsi nəyə, belə deyək, xidmət eləyir, nə dərəcədə marağı var, nəyə marağı var, hansı bacarıqları var.
Bunları müəyyən edirik və buna görə də uşaqla, belə deyək, artıq təlim şəraitimizi qurmuş oluruq. Onun yaşına görə, fərdi qabiliyyətlərinə uyğun şəkildə məzmun, forma, metodları seçirik. Yəni, belə deyək, indi deyərsiniz ki, müəllim sərbəst seçə bilər, təlim prosesində istifadə etdiyi iş formasını, iş üsulunu sərbəst seçə bilər. Bəli, bizim belə bir sərbəst seçim etmə haqqımız var. Amma bir kriteriya ilə, yəni bir kriteriya şərti ilə biz mütləq uşağın, belə deyək, marağını, meylini nəzərə alaraq formanı, metodu sərbəst seçirik. Yəni orada da bizim bəlli bir qısıtlamamız var, türklər demiş. Daha sonra uşağın fərdi böyüməyə meylinin aktuallaşdırılması. Nədir bu? Uşağın fərdiliyə belə deyək, sövq edilməsi müəllim tərəfindən. Yəni biz uşağın hər zaman belə deyək də, inkişafını elə dəstəkləməliyik ki, o fərdi böyüməyə, o müstəqil olmağa meyl eləsin. Belə deyək, bəzən valideynlər biz görürük ki, uşağın qarşısına hər şey gətirir, hazır qoyur. İndi deyərik ki, biz bağçada nə eləyə bilərik? Ən azından uşağın öz yeməyini özü yeməsi, öz geyimini, məsələn, özü geyinməsi, koftasının düyməsini düymələməsi, ayaqqabısının bağını bağlaması uşağın sərbəst hərəkət etməsinin təməlini möhkəmlədir. Yəni biz bağçada təməl qoymuş oluruq buna görə. Bu da gətirir, çıxardır uşağın, belə deyək, müstəqil inkişafına. Bunu valideynə də sövq etməliyik, valideynə də tövsiyə eləməliyik. Valideyn övladına müəyyən qədər sərbəstlik verməyə bacarmalıdır. Uşaq müstəqil olsun, uşaq nəyəsə tək başına həyata keçirməyə bacarsın. Əxlaqi hərəkətlərin təkmilləşdirilməsi, özünü kəşf etmək, idrak problemlərinin açıqlanması üçün şərait yaradılması, pedaqoji qarşılıqlı əlaqənin uşağın özünün həyata keçirməsinin, belə deyək, keçirməsinə yönləndirilməsi vacibdir. İmkanların, meyllərin, bacarıqların, ehtiyacların, belə deyək, inkişaf etdirilməsi də burada əsasdır. Yəni, təlim prosesində biz uşağı hər tərəfli nəzərə alırıq. Burada meydana gəlir uşaq yönümlülük, differensiallaşdırma, yəni təlimi differensial şəkildə həyata keçirməyi bilməliyik biz. Bu olur bizim müəllim-uşaq modeli. Müəllim-valideyn modelinə keçid etmək istəyirəm, hansı ki, çox əsasdır. Bağçada, ümumiyyətlə təhsil müəssisəsində, təkcə bağçada yox, təhsil müəssisəsində biz, belə deyək, valideynlərlə iş zamanı hər zaman müəyyən çətinliklərlə rastlaşa bilirik. Məsələn, bir tərbiyəçi valideyn, belə deyək, qarşılıqlı əlaqəsi necə olmalıdır? Mütləq könüllü əməkdaşlıq olmalıdır. Biz bilirik ki, müasir təlim prioritetimizin əsasında əməkdaşlıq durur. Yəni, əməkdaşlıq dayanır. Mütləqdir ki, biz, belə deyək, təhsil prosesində, dərs prosesində, ümumiyyətlə təlim işində, məşğələlərin qurulmasında hər zaman valideynin marağını nəzərə almalıyıq. Ümumiyyətlə uşaqların marağını nəzərə almalıyıq. Burada bir əməkdaşlıq, belə deyək, olmalıdır. Ümumiyyətlə müəllimlərin valideyn-övlad münasibətləri problemlərinin həllində də səmimi şəkildə bir marağı olmalıdır. Nədir bu? Valideyn ola bilər ki, nəyisə bilməz və yaxud da ki, nəyisə yanlış həyata keçirər. Bu zaman biz mütləq yönləndirmə eləməliyik. Mütləq biz bir maarifləndirmə həyata keçirməliyik. Bu bir müəllim olaraq hər birimizin borcudur. Yəni, əgər belə deyək, uşağın və valideynin, belə deyək, münasibətində hansısa problem varsa, orada biz onun həll olunmasında maraqlı bir şəxs kimi çıxış etməliyik. Müəllimlə ümumiyyətlə fərdi ünsiyyətimizdə hər zaman məxfilik olmalıdır, müəllimlə valideynin. Məxfilik nədir? Konfidensiallıqdır. Biz əvvəlki dərslərimizdə də bunu çox keçmişik ki, konfidensiallıq nədir? Gizliliyin nəzərə alınması, gizliliyin qorunması. Əgər valideyn gəlir bizə övladı ilə bağlı və yaxud da ki, özü ilə bağlı, ailəsi ilə bağlı nəsə danışırsa, belə deyək də, burada bir etibar ortadadır, etibar eləyir nəyisə. Və bu etibar əsasında bizə hansısa bir məlumatları ötürübsə, biz onun məxfiliyini qorumalıyıq. Nə bunu başqa iş yoldaşlarımızın yanında deməməliyik, nə bunu belə deyək, ümumiyyətlə uşaqların yanında açıb ağartmamalıyıq, nə belə deyək, digər valideynlərin yanında, iş yoldaşlarımızın heç kimin yanında bunu demək olmaz. Bu həm də müəllimlərə belə deyək xasdır. Aranızda məsələn müsahibəyə gedənlər varsa, mütləq bu cümləmi yadınızda saxlayın ki, konfidensiallıq müəllimlər arasında da keçərlidir. Tutaq ki, bir iş yoldaşımız gəlir, bizə nəsə danışır, biz bunu gedib digər iş yoldaşımıza çatdırırıqsa, deməli, burada konfidensiallıq pozulur.
mütləqdir ki, buna riayət etmək lazımdır. Bu məxfilikdir. Valideynlərin uşaq baxımından dəyərli olan keyfiyyətlərini tərbiyə etməkdə, belə deyək, hüququnun tanınması əsasdır. Müəllim tərəfindən bu hüquq tanınmalıdır. Bunu yadda saxlayın. Ümumiyyətlə, məsələn, deyək ki, əməkdaşlıq nədir? Əməkdaşlıq nə ilə xarakterizə olunur? Əməkdaşlıq, belə deyək, məqsədin birliyi deməkdir. Əsas, məsələn, sizə tək açar söz verəsi olsam mən, deyərdim məqsədin birliyidir. Valideyn və müəllim. Ortaq bir məxrəc var, ortaq bir məqsəd var. Uşağın düzgün şəkildə inkişaf etdirilməsi, uşağın sevdiyi fəaliyyət növləri ilə onun məşğul olması və onun maraq dairəsinin belə deyək, kəşf edilərək həyata keçirilməsi nəzərdə tutulur. Bu olur əməkdaşlığın xarakterizə olunması. Mənə görə əsas açar söz budur. Yadda saxlayın. Deməli, biz məşğələni düzgün idarə etmək istəyiriksə, məşğələnin idarə edilməsində əsasən bizim əməl etməli olduğumuz 3 mexanizm var ki, bu 3 mexanizmə daxildir: gözlənti, qayda, prosedur. Gözlənti nədir, qayda nədir, prosedur nədir? Bunların hər biri haqqında tək-tək sizə açar sözlərlə belə deyək, izah verəcəm. Birinci başlamaq istəyirəm gözləntidən. Gözlənti ümumiyyətlə bağça belə deyək şəraitində, ümumiyyətlə məktəbə qədər müəssisədə tərbiyəçi müəllimin uşaqlara məşğələ zamanı onların davranışı, fəaliyyətinin necə olması barədə ötürdüyü bir mesajdır. Yəni tərbiyəçinin uşaqdan gözlədiyi gözlənti. Belə deyək. Və yaxud da ki, məsələn, mən bunu daha da sadələşdirsəm, deyək ki, bir müəllim deyir ki, sizə deyir, tutaq ki, sertifikasiyaya gedənlərə və yaxud da ki, MİQ-ə gedənlərə, müsahibəyə gedənlərə, kimsə sizə deyir ki, mən sənə çox güvənirəm, sənə inanıram, sən imtahandan yaxşı nəticə ilə, uğurlu nəticə ilə keçəcəksən. Bu olur müsbət gözlənti. Və yaxud da ki, bunun əksini deyəndə bu olacaq mənfi gözlənti. Yəni, bunu belə deyək, biz bağçada da istifadə edirik. Tutaq ki, dərs prosesində, belə deyək də, gün ərzində uşaqda nəyə gözləyirik? Başqalarına qarşı xeyirxah olsun, nəzakətli olsun, yoldaşları ilə dalaşmasın, müəlliminə hörmətlə yanaşsın. Davranış gözləntiləri var məsələn. Hamıya hörmətlə yanaşın. Biz bunu uşaqdan gözləyirik. Bu olur müsbət gözlənti. Amma mənfi gözlənti, tutaq ki, tərbiyəçi dərsi keçir, qayıdır deyir ki, mən onsuz da bilirəm ki, siz heç bunu öyrənən deyilsiniz, heç vaxt öyrənməyəcəksiniz. Bu olur mənfi gözlənti. Deməli, bizim 2 cür gözləntimiz var bağçada. Mənfi gözlənti, bir də müsbət gözlənti. Məsələn, yenə də bir misal göstərim sizə. PDF-də də yazmışam bu misalı, baxarsınız. Deməli, deyək ki, indiki uşaqlar heç öyrənməyə maraqları yoxdur. Məsələn, tez-tez eşitdiyimiz sözdə. Əvvəlki uşaqlar yaman savadlıydılar, indikilər yaman savadsızdır, heç öyrənmək istəmirlər. Bu mənfi gözləntidir. Amma məsələn, desək ki, indiki uşaqlar çox istedadlıdırlar, onların öz maraq dairəsi var, onların öz dünyası var. Belə deyirəmsə, bu olur müsbət gözlənti artıq. Deməli, dərs prosesində bizim 2 cür gözləntimiz var. Mənfi gözlənti və müsbət gözlənti. Deməli, gözləntilərimiz haqqında danışdıq. Artıq keçid etmək istəyirəm. Deməli, prosedur haqqında danışmağa. Prosedur nədir? Prosedur müəyyən tapşırıqların necə, hansı ardıcıllıqla həyata keçirilməsini bizə göstərir. Prosedur gün ərzində həyata keçirdiyimiz, deməli, bir alqoritmdir deyərəm. Gün ərzində həyata keçirdiyimiz müxtəlif işlərin hər birinin bir ardıcıllığı var. Hər birini həyata keçirmək üçün bizim atdığımız müxtəlif addımlar var. Bunların hər biri alqoritm adlanır. Məsələn, deyək ki, sabah oyanırıq, tutaq ki, əl üzümüzü yuyuruq, səhər yeməyi yeyirik, iş geyimimizi geyinirik, gedirik işə. İşdə uşaqlarla məşğul oluruq, dərslərimizi keçiririk, məşğələmizi həyata keçiririk. Uşaqlar yatanda deyək ki, məsələn, planımızı yazırıq, sonra evə qayıdırıq. Baxır artıq kimin rutini necədirsə. Biri məsələn gedir kursa işdən sonra, biri gedir tutaq ki bazarlığa, məsələn bazarlığa alış-veriş eləməyə. Bu müxtəlifdir. Hər kəs üçün prosedur fərqlidir müəllimlər. Alqoritm fərqlidir. Gün ərzində həyata keçirdiyimiz bütün işin ardıcıllığı alqoritmdir. Məsələn bazara gedərik, bazarlıq edərik, evə qayıdarıq.
evə qayıdarıq, dadlı bir yemək bişirərik. Bu nədir? Bu bir prosedurdur. Çünki bunun bir ardıcıllığı var. Bu durduğumuz yerdə həyata keçirilən bir şey deyil. Məsələn, səhər oyanarıq, gedərik dərsə, işə, məşğələmizi keçərik, uşaqlarla asudə vaxtını məsələn səmərəli təşkil eləyərik. Uşağa belə deyək də, bu gün nəsə öyrədərik. Bu gün uşaqlara həndəsi fiqur öyrədərik. Bu da bir prosedurdur və bir ardıcıllığı var. Gedərik işə, məşğələmizi keçərik, uşaqları gəzintiyə çıxardarıq. Nədir bu? Gəzintinin də bir ardıcıllığı var da, istiqamətdə var, qanuna uyğunluqları var. Gəzinti zamanı uşağa nəsə öyrədirik, tutaq ki, nəyisə müşahidə eləyirik, müzakirə aparırıq, sərbəst oyun aparırıq. Nədir bu? Bu da bir prosedurdur. Hər gördüyümüz işin bir proseduru var. Ümumiyyətlə, prosedurun öyrədilməsində 3 bizim yanaşmamız var, 3 addımımız var. Birinci öyrədirik, ikinci məşq edirik, üçüncü möhkəmləndiririk. Daha sonra rutin, belə deyək nədir? Rutin və cədvəllərin yaradılmasına diqqət yetirmək istəyirəm ki, cədvəllər günün çərçivəsini, mənzərəsini əks etdirir bizə. Cədvəllər vacibdir. Rutinləri isə cədvəli reallaşdırmaq üçün tələb olunan xüsusi addımlarımızdır bizim. Yəni gün ərzində belə deyək, rutin heç vaxt dəyişmir deyərdim. Hər ikisi isə günün strukturunu bizə ötürür, günün strukturunu qurur. Nə etməli olduğumuz işlərin ardıcıllığını bizə göstərir. Yəni biz cədvəllər uşaqların fiziki cəhətdən təhlükəsiz olmasına kömək eləyir. Uşaqları belə deyək, nələrin gözlədiyini bilməyə yardımcı olan, yol göstərən bir xəritə rolu oynayır. Rutinləri isə belə deyək, sırf belə deyək gün ərzində həyata keçirdiyimiz dəyişməyən alqoritmlərdir deyərdim. Daha sonra keçid etmək istəyirəm rutinin nə olduğuna. Rutinlər müntəzəm vaxtlarda, məsələn, yol gedirik harasa, yol gəlirik, əl üz yuyuruq, təmizlik işi görürük, dərs keçirik. Məsələn, mənim gün ərzində rutinim mütləq dərs keçməkdir. Bazar günüdür, baxın, dərsdəyik. Nədir bu? Bu mənim bir rutinimdir. Mən hər gün dərsdəyəm. Birinci gündən ta bazar gününə kimi hər gün dərsdəyəmsə, bu mənim rutinimdir. Məsələn, birinci gündən 5-ci günə kimi işə gedirik hər birimiz. Nədir bu? Bu bizim rutinimizdir. Bunu belə sadə formada deyim ki, yadda saxlayın. Elmi dildə desəm çətin ola bilər. Və yaxud da ki, məsələn, uşaqların rutini. Hər gün səhər oyanıb bağçaya getmək, bağçada oyunlar oynamaq, məşğələ keçmək rutinləridir. Hekayə oxumaq bizim rutinimizdir. Nahar etmək rutinimizdir. Nahar etmək, hər gün yemək yeyirik. Dəyişir, bu dəyişmir. Sadəcə rutinin belə deyək, içəriyi dəyişə bilər, içi dəyişə bilər. Bunu yadda saxlayın. Deməli, keçid etmək istəyirəm gördüyünüz kimi qaydalara. Qaydalar nədir? Qaydalar adətən uşağın davranışı ilə bağlı olur və mənfi davranışlara məhdudiyyət qoyulması üçün tətbiq olunan bir qaydalardır. Və belə deyək, qaydalar məcburi şəkildə həyata keçirilən bir prosesdir. Qaydalar uşaqlarla birgə yaradılmalıdır. Biz bağçada, ümumiyyətlə məktəbə qədər təhsil prosesində biz uşağa desək ki, qaçma, məsələn, əl vurma, eləmə, uşaq onu eləməyə meyilli olacaq. Əl vurmağa, qaçmağa meyilli olacaq. Biz bunun əvəzinə uşağa belə deyək, bunun səbəbini izah eləməliyik. Yəni, niyə əl vurmaq olmaz? Tutaq ki, deyirik ki, uşaqlar, heç vaxt elektrikə əl vurmayın. Bunun səbəbini izah eləməliyik uşağa. Və yaxud da ki, deyirik, qaçma, qaçma. Nə qədər demək olar qaçma? O qaçma deyənə kimi demək lazımdır ki, sinifimizin bir qaydası var, yerimək lazımdır. Bunu hər gün uşağa təkrar etmək lazımdır ki, uşaq mənimsəsin, öyrənsin. Bunlar olur artıq bizim qaydalarımız. Qaydalar 3-5 ədəd ola bilər. Əgər hardasa görsəz ki, 8 ədəd qayda var, deməli yanlışdır. 10 ədəd qayda var, deməli yanlışdır. Uşaq o 8 dənə qaydanı, 10 dənə qaydanı necə yadda saxlasın? Sinifdə 3 qayda olar, 5 qayda olar, bütün uşaqlar onu yadında saxlayar. Və qayda hazırlama prosesinə uşağı da cəlb eləmək lazımdır. Uşaq özü də qayda hazırlamada iştirak eləsin ki, sonra o qaydalara riayət etməyi bilsin. Aydındır mı? Bura qədər sualı olan yoxdursa, müəllimlər, davam edək. Qaydalar yaratmağın əsas şərtləri nələrdir?
qrupda, sinifdə ümumiyyətlə nəyə icazə verib verməyəcəyimizi dəqiq bilməliyik. Bunun haqqında bizim dəqiq təsəvvürümüz olmalıdır. Uşaqlarla birlikdə qaydaları formalaşdırmalıyıq. Komanda kimi məqbul davranışın nədən ibarət olduğu barədə razılaşırıq uşaqlarla. Yəni, məqbul davranış nədir, düzgün davranış nədir? O düzgün davranış qaydasına görə də uşaqlarla, belə deyək, biz razılaşırıq. Buna görə də uşaqlarla, belə deyək, qaydaları yaratmış oluruq. Qaydaların yaradılmasının bir tərəflik fəaliyyət deyil, tədris ili ərzində vəziyyət dəyişdikcə davam edən proses olduğunu da dərk etmək lazımdır. Yəni, qaydanı ilin əvvəlində 3 dənə qoyuruqsa, o ilin sonuna kimi getmir. Qaydaları il ərzində dəyişə bilərik. Situasiyaya görə, ehtiyaca görə, əgər bizə əlavə, belə deyək, qaydalar lazımdırsa, yaradırıq o qaydaları və yaxud da ki, hansısa qaydalarda dəyişiklik, belə deyək, lazımdırsa, bunu həyata keçiririk. Qaydalar hazırlanarkən nələrə əməl etmək lazımdır? Deməli, bilməliyik ki, qaydalar davranışla bağlı olmalıdır, məşğələ fəaliyyətinə və idraki fəaliyyətə aid edilməməlidir, müsbət dildə yazılmalıdır, inkar yox, təsdiq cümlədə olmalıdır. Məsələn, qaçma, yerimək lazımdır. Bax, mənfi dildə deyil də, inkar formada deyil. Belə deyək, təsdiq cümləsindədir. Yerimək lazımdır. Bu olur artıq düzgün qayda toplusu. Sadə olmalıdır, dəqiq olmalıdır, aydın olmalıdır, qeyri-müəyyənlik olmamalıdır. Uşaq o qaydanı eşidəndə başa düşsün ki, ondan nə istəyirik. Biz elmi dildə qaçmağın zərərləri haqqında bir qayda toplusu hazırlayıb assaq divara, uşaq onu necə başa düşsün? Uşağın başa düşəcəyi forma olmalıdır. Və edilə bilən qayda olmalıdır. Yəni, uşaq onu etməyə bacarsın. Daha sonra, deməli, uşaqları qaydaları təyin etməyə necə cəlb eləyə bilərik? Uşaqların demokratik cəmiyyətdə müstəqil düşünən, məsuliyyətli vətəndaş olması üçün qrup qaydalarının təyin edilməsində iştiraki olmalıdır. Onlara əməl etməyi, öyrənməyi də vacibdir. Baxın, belə bir situasiya sizə misal göstərim. Biz qrup qaydalarını niyə həyata keçiririk? Ona görə ki, belə deyək, bu bir təməl rolu oynayır. Necə ki, biz deyirik ya, bağça təhsili təməldir, bünövrədir. Uşağın əsasını təşkil edir, təməlini daha doğrusu təşkil edir. Niyə bunu edirik? Çünki uşağın növbəti təhsil həyatına qədəm qoyması məhz bağçadan başlayır. Bağça təhsili düzgündürsə, təməli möhkəmdirsə, uşağın məktəb təhsili də düzgün gedəcək. Və burada bizim əməl etdiyimiz bütün proseslər öz